Salam, hər vaxtınız xeyir olsun. Sxemlə əlaqəli belə bir sual var. Gəlin sualın izahına keçək. Sualın şərtində qeyd olunur. Sxemdə verilmiş A və B məntəqələri arasındakı məsafə miqyası 1/15 milyon olan xəritədə 21,5 sm-dir. Məntəqələr arasındakı coğrafi uzunluq fərqinə əsasən məsafə təhrifinin neçə kilometr olduğunu hesablayın. Gəlin baxaq, burada iki hesablama aparacaq. Biri miqyasa əsasən, digəri isə coğrafi uzunluq fərqinə əsasən. Miqyasa əsasən hesablama aparmaq üçün bizə verilənlərə nəzər yetirək. Bizə bir miqyas verilib ədədi formada, eyni zamanda xəritə üzrə məsafə verilib. Onda biz bu məlumatlar əsasında həqiqi məsafəni tapa bilərik. Yazırıq belə, həqiqi məsafəni düz tutun. Həqiqi məsafə bərabərdir xəritə üzrə məsafə vurulsun miqyasın kəmiyyəti. Xəritə üzrə məsafəmiz sualın şərtində 21,5 sm-dir. Yazıram, 21,5 vurulsun. Görək miqyasın ədədi formasını izahlı formaya keçirəndə neçə olacaq? 5 dənə 0 silərik. 1, 2, 3, 4, 5. Qaldı 150. Deməli, 150 kilometr. Miqyasın kəmiyyəti 150-dir. Buradan 21,5-i 150-yə vurmaq lazımdır. Bu da eləyər, deməli, 3225 kilometr. Biz tapdıq ki, iki məntəqə arasındakı həqiqi məsafə 3225 kilometrdir. İndi bunu coğrafi uzunluq fərqinə əsasən hesablayaq. A məntəqəsi yerləşir 30 dərəcə şərq uzunluğunda, B məntəqəsi yerləşir 90 dərəcə şərq uzunluğunda. Hər ikisi eyni yarımkürədir. Onda bunlar arasındakı dərəcə fərqini taparıq. 90-dan 30 çıxanda qalır 60 dərəcə. Və bunların yerləşdiyi enlik dərəcəsi 60 dərəcə şimal enliyidir. Deməli, 60 dərəcə şimal enliyi. Bu zaman belə bir hesablama aparmaq lazımdır. 60 dərəcəlik paralelin üzərində 1 dərəcəlik qövsün uzunluğu 55,8 kilometrdir. Burada da qeyd olunub. Amma bizim dərəcə fərqimiz 1 dərəcə deyil. Neçə dərəcədir? 90-dan 30 çıxanda 60 dərəcə qalmışdı. Deməli, 60 dərəcənin üzərində hesablama aparmaq üçün belə edirik. 60 dərəcə, yəni dərəcə fərqini vuracaq 55,8 kilometrə. Bu da eləyər 3348 kilometr. İndi məsafə tərifini tapmaq üçün yazırıq 3348 çıxılsın 3225 kilometr. O da bərabərdir 123 kilometr. Tapdıq ki, iki məntəqə arasındakı məsafə tərifi 123 kilometrə bərabər imiş.